Hı hı. Sağaretlər. Sağaret deyəndə nə nəzərdə tutulur? Sağaret deyəndə iki dənə monosağaret qalığı. Mono ilə mono birləşir elə bil, yaradır disağarit. Bu Hı hı. monosağaretlərin qalıqları təşkil edir disağariti. Bunlar da suda həll olurlar. İki dənə monosağarit əmələ gətirirlər təzədən. Çünki tərkibində axı iki dənə Hı monosağarit hı. var. Və yadda saxla ki, təbiətdə ən çox yayılmış disağaritlərə saxaroza, maltoza, bunlar səməni şəkərdə deyirlər. Maltoza, bir də laktoza. Buna da süd şəkər deyirlər. Laktoza. Hı hı. Aiddir. Saxaroza yazılır C12H22. Bircə dənə saxaroza ilə maltozan yazılışı budur. C12H22O11. Bəli. Laktozan yazılışı C12H22O11-dir. Gəldik saxarozaya birinci. Hamısını ayrı-ayrı keçəcəm. Saxaroza. Hı Saxaroza hı. C12 dedik. H22O11 yazılır. Bu birlik ki, nəyin tərkibindədir saxaroza? Şəkərin Hmm, tərkibindədir. Saxaroza Glukoz, aha, bəli. Hı, şəkərin tərkibindədir. Bu bəli. əsasən olur, hansı bitkilərdə olur? Əsasən deyil, bitki mənşəli qidalarda olur. Ən çox da yayılmış şəkər çoxundur var. Bax, Hı şəkər hı. çoxundur. Bir də şəkər qamışında olur. Şəkər qamışı. Bəli. Dondurulan qamışında olur. Bunun quruluşu nə tür olur? Bunlar əsasən glikozid hidroksidlərindən birləşir. Necə? Glikozid hidroksidləri alfa glikoza, bir də beta glikozaya bölünür. İki dənə glikoza deyil. Alfa glikoza ilə beta glikoza birləşir, daha Hı doğrusu hı. beta fruktoza birləşir. Başlayır bunlar yaradır saxarozanı yadır. Baxaq, bax alfa glikozanın quruluşu belə olur. Bax, O. Bax, bu oldu alfa glikoza. Bəli. Alfa glikoza. Bax, hər tərəfinə OH birləşdirsən də, bax, karbonları görsən hidrogen, O. Yenə Bəli. OH elə bil. Bunu görsən yenə oksigen, H elə bil. Yenə Hı hidrogen, hı. OH yenə eyni şeydir. Hamısından Bəli. bilirsən çıxartmalıyam. Sonra fruktoza da bu alfa glikozdadır. Hı, bəli. Fruktozanın quruluşu isə belə olur. Oksigen olur, beta fruktoza. Yazdıq. Bura CH2OH, bura hidrogen, beta da tərsinə olaraq HOCH2, Bəli. OH görsən, OH-ları bu tərəf OH şey CH2OH, burada HCH2OH yerləri dəyişiyor. Bəli. Bura hidrogen OH, hidrogen OH, OH hidrogen yerləri dəyişik yazdım. Oksigen oldu. Bu da oldu nə? Beta fruktoz. Bəli. Fruktoz quruluşu. Alfa qlükoza ilə beta fruktozu birləşib yaratmalı nə? Saxarozan necə? Saxarozan yaradanda çünki bax bunun OH-ından bunun OH-ın mən Hı burada hı. bunu yazmamışam H-ını. CO yazmışam. Onun H-ı da var. HOH, Hı hı. HOH yazmamışam. Bəli. Və burada şeydir, nədir? Bunun OH-ından götürürəm bunun H-ını. Bunları birləşdirirəm. Bunlar nə yaratmalıdır mən? OH, Su. OH, su. Demək nə çıxacaqdır? Saxaroza ilə su. Buradan suyu çıxardacağım H2-unu. Yerdə qalan hissələri birləşdirəcəm. Necə? Belə olacaq, bax, qurur. Bunu kopyalayıram e-mailini. Dəqiqə. Bunu gətirirəm, olduğu kimi saxlayıram. Hı hı. Sonra
Bunların və qalıq hissəsi elə bu hissəsidir. Bunun nəyə qalıb? Bax bu hissənin, bax bunun O'su qalıbdır. Bunun bəli. O'sunla bax bu O'nu S, bu O'nu biraz aralı yazın. Bax bu S buradadır da. S Hı belədir. hı. O'su belə çıxıntılıdır axı. Çünki bunu Bəli. O'nu biraz aralı yazın ki, birləşdirəcəm. İkisinə Hı də ayrı hı. olsun. İndi bunun olduğu üçün köçürürüm yenə. Bu da oldu sənin quruluşun. Tabii bunu da sileyim. Bu çıxartmışdım axı oradan. Şey. Nə var? Qalanı olduğu kimi nə var idi? Hı Hamısı olduğu hı. kimi qalan. Bu olur nə? Saxaroza üzərinə gəlsin su. Hı hı. Şey. Alfa demək glikoza ilə beta fruktozanı birləşdirdim. Yaratdım saxarozanı. Nə saxarozu? Saxarozu üzərinə gəlsin suyu. Saxarozada nə oldu? Alfa glikoza ilə beta fruktozanın sanki birləşməsidir. Saxarozanın Bəli. quruluşuna baxanda görürük ki, bunlarda aldehid keton qrupu olmur. Görürsünüz, aldehidlə Hı keton hı. qrupu yox. Bəli, Nə yoxdur. var bunlarda? Bunlarda OH qrupları O var. haş vardı. Hı, bəli. Yadda saxla, bu saxarozada 8 dənə OH qrupu olur. Ona görə Hı. yadda saxla ki, bu amma OH qruplarının heç biri bu hidroksid deyil. Yəni hidroksid sayılmır. Glikozid hidroksid sayılmır. Glikozida aid olan bir şey deyil. Sadəcə Hı hı. saxaroza bir şeyi yadda saxlamaq lazımdır ki, açıq quruluşda ola bilmir. Ancaq quruluşu belədir, qapalı quruluşda yazılır. Ona görə də Hı. bunu açıq quruluşda yaza bilmir deyə deyirsən ki, gümüş güzgü reaksiyasında da girməz bu. Bildin açıq Bəli. formada, yəni Bəli. aldehidlər də gümüş güzgünə girmişdi. Ona görə bu aldehid ola bilmir deyə, aldehid formasını keçə bilmir. Açıq quruluşda yazamıram deyə. Ona Hı görə bu hı. gümüş reaksiyasına getmir. Saxarozanı başqa necə almaq olar? Saxarozanı əsasən dedik nədən alırıq? Qamışdan, Alfa. şəkər qamışdan. Bəli. Bəli. Bir də Bəli. şəkər Hı. tohumlarından. Bunları şəkər sondurdan necə olur? Necə almaq olur? Şəkər sondurunu götürürsən, qaynadırsan, qaynar su ilə yuyursan. Ondan sonra elə doğrayırsan, yuyursan. Onda şəkərlə başlayır o başqa maddələr də olur da. O başqa maddələr keçir bu həmin qaynar su ilə yuyulanda onun tərkibinə. Şəkər soğundurundan sonra başlayır bunun tərkibindən saxarozunu almağa. Yəni götürüb ailə evdə də bunu şəkər çoxunu doğrasaq, Hı isti hı. su ilə yusaq, ona şəkərlə başqa həm də saxarozu da ondan ayrılmış olur. Həmin məhlula keçmiş olar, yəni sulu məhlula keçmiş olur. Sonra Bəli. ikinci su ala bilərik bunu. Məhlula keçəndə birinci maddələri çökdürmək üçün əhəng südü ilə ala bilərik. Əhəng südü ilə təsir etmək üçün ala bilərik. Necə olur? Bax, saxarozdan yazıram. Əhəng südü necə yazılırdı? Kalsium. Bəli. H2 H4. Bununla təsir göstərən kimi və H-suyun təsir göstərən kimi bu da yenə saxarozun alınması. Mən bu Tarixi reaksiyon demişdik ya əvvəl. Amma bəli, başqasını hangisi? qlukozlar demişdik ya. Maalesef bəli. Burada Bəli. nə olur? Burada kalsium saxaroz suda həll olur, məhlulda qalır, kənar maddələr başlayır çökməyə. Ona Hı görə hı. deyirik ki, bununla da saxarozanı almaq olar. Üçüncü kalsium saxaratı parçalaya bilərik. Kalsium saxaratı nədir? Bax, buradan aldığımız var ya, bax bu. Bunu götürürsən, Bəli. eyni bu. Nə idi? Vurulsun 2 mol H2O. Üzərinə gəlməsin kar karbon dioksid. Bunun kalsium hidroksidinin artığını, kalsium saxaratı parçalamaq üçün, Hı hı. kalsium hidroksidinin artığını sabitləmək üçün, neytrallaşdırmaq üçün buna karbon dioksid məhlulu istifadə olunur. Hı Niyə? hı. Kalsium hidroksidinin artığı nədir? Bu şey sayılır da, əsas sayılır. Bunu Bəli. neytrallaşdırmaq üçün sən turşu, belə bunu Bəli. turşulaşdırırsan. Ona görə turşu oksidinin təsir göstərir buna, karbon dioksidinin təsir göstərən kimi burada nə alınacaqdır? C12, H22, O11 üzərinə gəlsin. Kalsium karbonat üzərinə gəlsinlər 2 mol su. Yəni olduğu kimi qalır. Sö, Bəli. belə.
Sonra burada nə olur? Kalsium karbonat çökür, məhlul başlayır süzülməyə. Məhlul süzüləndən sonra şəkər ayrılır buradan. Alınmış şəkər baxsan ki, yəni təmiz olmaz burdan əslində. Alınmış şəkər, yəni təmiz şəkər kimi olmur. Məsələn, Hı sizin hı. şəkəri harda istifadə olunur? Şəkər əsasən o şey olur, nədir, boyayıcı maddələr olur. Bəli. Onları boyayıcı maddələri təmizləmək üçün suda başlar həll olmağa. Həll olur, Hı həll olur. hı. O başlayır həll elədikcə yerində saxaroza tam ayrılmır da. Ona görə tam təmiz Bəli. olmur şəkər. Ona görə onu aktiv kömürdən keçirirlər. Kömür axı hopdurandır, Hı absorpsiya hı. xassəsi var. Buna görə saxaroza məhlulu başlayır buradan ayrılmağa. Bəli. Kristallaşır, ayrılır. Sonra gəldik fiziki xassəsinə. Şirin dadı, təbii ki, şəkər tərkiblidir. Şirin, şəkər tərkiblidirsə, ağ kristal maddə eyni pezok kimi də, yəni şəkər Hı kimi. hı. Bəli. Elə bil nə şəkərin xüsusiyyətləri var, saxaroza da bunlar var. Kimya xassələri nədir? Kimya xassələri əsasən və bunu suyuna reaksiya apara bilərəm, hidroliz uğrada bilərəm, belə deyim. D12, H22, O11 üzərinə gəldi o su. Hidroliz edilən hidrogendən alınır C6, H12, O6 üzərinə gəlsə C6, H12, O6. Bu alfa glikoza, bu da beta fruktoza. Bayaqca yazmışdım ya, Bəli. Bəli. bu alınır. İkinci qadınma spirtlərin nə göstərdiyi hadisə varsa bunlarda da var. Onlar kuprometroksan reaksiyaya girirdi. Bunda da var. Və bu reaksiya. Kuprum OH2. Ne alırdı buradan? C12, H20, O9 qalırdı olduğu kimi. Kupon çıxmalıydı. Bir də haşlı alınmalıydı. Bəzi oksigenləri belə yazırdı. Kuprumu çıxardırdıq. Üzərinə gəlsinə su. Mis Süper. 2 saxaroz budur. Saxaroz yazılışı da budur. Saxarozdan sonra kuprum hidroksid gəldi. Alındı nə? Bəli. Bütün spirtlərin göstərdiyi xassələr, onlar da kuprum hidroksidlə reaksiyaya girirdi. Sonra dedik ki, bunlar gümüş kütlü reaksiyasına girir, girmir. Aldehid xassələri Bəli. olmur. Görünmür. Gümüş güzgüyə girmir. Gəldik indi maltoza ilə laktozaya. Maltoza ilə laktoza C12 dedik. H22, O11 yazılır. Maltoza, Hı hı. laktoz da saxarozanın izomerlər sayılırdı. Quruluşları nətər olur? Maltoza, maltoza. 2 dənə alfa glikoza qalığından ibarət. Alfa glikoza. Bax, alfa glikozan necə? Yenə bayaqkı kimi alfa glikozan yazıram. Hı hı. Alfa niyə? Bax, hidrogenlər o başda gördün, eyni Bəli. istiqamət. H, CH, OH. Yaxşı dəymədim. Daha başa düşdüm nə quruluşu. Bəli. CH, kim? Bax, Hı bu hı. quruluş hər şey çətinə yəqin ki. C-dən çıxartdım H, Bəli. OH, H, OH. Və nədir? Alfa glikoza, alfa glikoza. Eyni şey. Alfa Hı hı. glikozanın alfa glikozanın üst-üstə gələndə alınmalıdır laktoza. Laktoz alanda da yenə buradan suyu çıxardırsan. Bax, bunun elə bil bu C, bura OH yazmamışam. COH. Bax, hidrogen, bunu da OH-ını yazmamışam. Yerlərini səhv yazmışam. Bura OH-ları yazmışam. Yerlərini səhv yazmışam. Bura düz yazmışam. OH, OH. Bura düz yazmışam.
Bax, beta galaktoza, beta galaktoza. Bu da alfa glikoza. Bunları birləşdirəndə bayaq dedim nə alınmalıdır? Alınmalıdır Tamam. laktoza. Beta Laktoza bəli. galaktoza ilə alfa glikoza eynidir və yazılışlar eynidir. Sadəcə bir dənə fərq var ki, beta glikozada görürsən OH-lar yuxarıda olur betada, alfada aşağıda olur. Alfa glikozada OH-lar Bəli. aşağıda. Bunlar üstə gələn nə olmadı laktoza. Bunun götürürsən bir dənə hidrogenini, bunu da götürürsən nəyi? Bir dənə OH-ını. Bunun hidrogenin OH birləşməyi suyu çıxardır. Yerdə qalanları birləşdirib yazırsan. Və belə, Hı hı. yerdə qalanlar bunlar olur. Nə var yazdım? Daha sonra buranı da çıxardaq. Və bu S buranı yazdıq. Bunun H-ı buradan S-dən bunun hidrogenini çıxartaq, O qalır da bir dənə. Bəli. Buradan hidrogenini çıxartdım. Gətirirəm artıq. Elə bir şey yazdım ki, oksigen hər ikisinə aid olsun. Ha belə. Burada da bir karbon var idi. Bunun da nəyini çıxartmışdım? Bunun OH-ın Aa, çıxartdım. bəli. Bəli. Belə. C Mahsus yok al. Birləşdirdim bir-birinə. Üzərinə gəlsin su. Bu da olur nə? Laktoza. Burada. Laktoza. Şey. Mənim maltozada 2 dənə alfa glikoz olurdu. Nədə laktozada? Laktozada alfa Yox, glikoz maltozada. və maltozada 2 dənə alfa glikoz olurdu. Bəli. Amma Hı. laktozada beta galaktoza ilə alfa glikoz olurdu. Hı Bunlardan hı. alınır laktoza. Saxarozdan fərqli olaraq belə yadda saxla ki, maltozan laktoza da bunlar glikozid hidroksidi sayılır da. Ona görə də bunlar nədir? Aldehid formaya bunları rahatlıqla keçirə bilirəm. Aldehid Hı hı. formaya da Hı hı. keçirsə, 10 xassəsini aparır da, gümüş güzgü reaksiyasına daxil olur. Əsasən oksidləşir də, yəni oksidləşmə Bəli. prosesinin ibarət olur. Все, bu da oldu disaxarit. Sonra gəldik polisaxaritlərə. Polisaxaritlərdə əsasən çoxlu, bax poli çox deməkdir. Hı Çoxlu hı. monosaxaritlər birləşir, polisaxarit yaradır. Yada Hı saxla hı. ki, polisaxaritlər suda həll olunmur. Hidrolizi uğrayır, amma suda həll olunmur. Təbiətdə ən çox Bəli. yayılmış polisaxarit nişastadır, bir də sellulozadır. Nişasta C6, H10, O5 belə sellulozada belə yazılır polisaxarit kimi. Bunlar Hı təbii hı. polimerlər gedirlər. Nişastadan Bəli. danışaq. Nişasta əsasən təbii polimerlər nədə olur? Bitkilərdən, kartofda olur, Bəli. buğdada olur, düyüdə olur. Sonra nədə olur? Buğdada dedik, düyüdə, kartofda. Bunlar da ən çox olur. Hı Nişastanın hı. çoxlu sayda nə qədər elə bil alfa qlikozalar, təkrar-təkrar alfa qlikozalar yaranır. Bunlar birləşir, alfa qlikozalar birləşir, yaradır nişastanı və yaxud da ki, hər hansı bir polisaxarit, yəni ümumiyyətlə alfa qlikozaların çoxluğu polisaxarit daxil. Ona görə bu glikoza, alfa qlikozalar 4 dənə, 5 dənəsi birləşir, yaradır nişastanı. Bəli. Nişastanın monomer halqası necə yazılır? Yəni C6, H10, O5-in belə yazılışında deyil. Bunun tərkibində nə olmalıdır? Görürəm ki, 6 dənə karbon olmalıdır. Glikoza da var. Bəli. Hı hı. Götürürəm yenə bayaqkı kimi. Yaxşı, OH, hidrogen, bunun hidrogeni qaldı. Bunun OH-ı, bunun hidrogeni, bunun OH-ı. Bu oldu nə? Bir də bunu artıq polimerləşdirirəm. Polimerləşdirəndə bir dənə monomer halqası belə qalır bax. Deyirsən Hı bu hı. vəziyyət. Başa düşdün? Bəli. Bəli. Götürürsən, en molekul sayından deyil, en yazıram. Eyləm 6 dənə karbon olmalı. 1, 2, 3, 4, 5, 6 dənə. 10 dənə hidrogen olmalı. 1, 2 dənəsi burada, bir dənəsi burada, bir dənəsi burada, bir dənə 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 burada. Cəmi 10 dənə hidrogen burada. Oksigen 5 dənə olmalıdır. Oksigen əsası. Bax, görürəm ki, burada
bir dənə oksigen burada, ikinci burada, üçüncü burada, dördüncü burada, beşinci burada. 5 dənə də oksigen düzəltdim. En Hı, sayda bunların hamısı N-də yazdım. Nişasta deyirsən ki, bu həm xətti quruluşda ola bilər, həm də şaxəli quruluşda olur. Amma bunlar düşmür, amiloza deyirik, xəttidir. Bir də ki, amilopektin deyirlər. Bu da xətti olmayan, yəni şaxəli quruluşdur. Bəs alınması bəli, necədir? Bunu qlikozla necə ala bilirik? Bu nişastanın necə alınır? Birinci qlikoz alırıq. Qlikozla polikondiçləşdirib nişasta alırıq. Yəni bu adi qlikoza necə alınır? Fotosintezdən burada da bəli, fotosintezdən ola bilirdi. CO2 orqanizmimiz su. Burada nə alırdıq? Qlikoza. Fotosintez qlükoz, gedən kimi alınırdı qlikoza. Qlikozla təzədən polikondensləşdirirsən, alınır nə? Nişasta. Əsasən kartofdan ala bilərik bu nişastanı fiziki sularla ayırmaqla. Nişastanı bəli, kartofda falan fiziki sular tətbiq eləməklə almaq olar. bəli. Nişastanın oluşu nədir? Ağ rənglidir, süddə həll olmayandır, toz halındadır. Əsasən kolloid əmələ gətirir. Yəni asılqanlarda kolloid əmələ gətirir. Kimya xassəsi nədir? Əsasən turşmeyitə hidroliza uğrayır. Hidrolizdə turşmeyit Hı hı, hidrolizidir. Nişastanın əsas xüsusiyyəti budur. Bəs yaxşı, bunların nişastanın hidroliz prosesində nələr alınır? Nişastanın hidroliz prosesində hələ hidrolizi keçəndən sonra daha yaxşı başa düşərsən. Amma hı getdiyi hı, ardıcılığı deyirlər. Yəni nişastanın məsələn hidroliz prosesi harda gedir? Məsələn, insan orqanizmində. İnsan orqanizmində nələr uğrayır? Və nişasta birinci dekstrin adlanan maddəyə, daha sonra oradan maltozaya, maltozadan da alfa glikozaya gedir. Olur hidroliz prosesi və insan bədənində gedən ardıcıllıqdır. Bəs təyini, bəli, təyini məsələn, kartofu kəsib görsən ki, yod tökürlər, nişasta təyini üçün ki, görək burada bəli, var. Əgər o göy rəng itir qızdıqca, başlayır soyanda yenidən əmələ gəlmək, göy rənglə birləşmə əmələ gəlirsə, bilir ki, orada nə var imiş, nişasta var imiş. Sonra selluloza. Selluloza siyalıdaşın O5-dir yenə. Bunlar da əsasən pambıq lifində olur, selluloza, bitkilərin tərkibində olur da. Hardasa pambıq lifinin, hətta deyirəm 98% də yəni demək olar hamısı hı hı, sellulozadan ibarətdir. Quruluşu nədir? Quruluşu yenə bunun bayaq bayaq dedim ki, şeydə nədir? Nişastada nələr idi? Alfa glikozalar idi. Elə bəli, selluloza beta glikozalar da birləşir, hı beta hı, glikozalar toplu yaradırlar sellulozanı. hı Sellulozada hı, da yadda saxla ki, 3 ən yazılış quruluşu belədir. C10, H əsasən C6, H10, O5. Bir də N sayda da bundan yazırıq. Bunu istəsən belə də yaza bilərsən. Quruluş şəklində C6, H7, O2, OH, 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 N. Belə də yaza bilərsən. Bu da artıq bəli, deyirik ki, hidroksil qrupu nə qədərdir? Hidroksil qrupu 3 dənədir. Bax, OH, OH, bəli, OH. aha, Başa bəli, düşdün? Bir də bəli, bəs bunun fərqi nədir nişastadan? Nişasta dedik ki, həm xətti quruluşda ola bilər, həm şaxəli. Amma selluloza təkcə xətti olur. Bunlar şaxəli olmur da, şaxəli quruluşa sala bilmirdik bunu. bəli, Bəs yaxşı, alınması necədir? Alınması əsasən oduncaqdan alırıq. Bir də ki, burada yadda saxla ki, sulfit üsulu ilə sellozanı alırıq. Sulfit üsulu nədir? Götürürlər oduncağı xırdalayırlar. Harda 0,5, 0,6 megapaskal təzyiqdə ona göstərirlər. Bu təzyiq göstərən kimi 1500 dərəcə Selsidə kalsium hidrosulfat məhlulu tökülür bura. Həmin məhlul işlənir. Kalsium hidrosulfat belə yazılır da. Bu hı məhluldan hı, istifadə olunur. Bunun istifadə olunan zaman başlayır başqa maddələr parçalanmağa, selluloza da təmiz şəkildə qalır yerdə. Alınmış sellulozanı su ilə yusaq, qurutsaq, bunu emala göndərə bilərik. Sonra fiziki xassələr nədir? Fiziki xassələri suda, bir də ki, üzvə əleyhicilərdə bərk və həll olmayan maddələrdir. Görsən, bayaq dedim ki, bu qalırdı orada bərk kütlədə. hı Onu hı, su ilə yuyurduq, qurudurduq. Demək nədir? Bərk maddədir, suda həll olmayandır. Bəs kimya xassəsi nədir? Efirləşmə reaksiyasına gedir spirtləşmə. Efirləşmə hı hı, reaksiyaları eyni buna da aid. Efirləşmə reaksiyaları nə ilə idi? Nitratla efirləşmə reaksiyası bəli, var idi. Sulfatın iştirakı ilə super, nitratla. hı, Həmin reaksiyalar bəli, buna da aiddir. Hidroliz prosesi buna da aiddir. Sellulozanın üzərinə su gəzən
Yəni hidrotuş mühitdə hidroliz eləsən bunu Hı hı. sulfat əlməsinin təsirindən. Buradan alınacaqdır beta qlikoza. Məsələn, gəl yazdım, buraya yazsan necə olur? C6H10O5 bunun təsirindən üzərinə M olsu gəlsən, bax sulfat tuş mühitinin təsirindən alınacaq M-ozda 6H12O6 beta qlikoza. Sellulozadan aldıq beta qlikoza. Effləşmə reaksiyaları nədir? Nitratla reaksiyalar. Nitratla reaksiyaları bax C6, H7O2, OH, 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 N belə yazmışam. Bunun üzərinə gəlirəm. 3N HO, NO2. Ha, gəldim bunu. Buradan Hı gələndə nə hı. alır? Bunun OH-ından bunun hidrogenləri birləşir. 3N bundan 3N bu birləşir. Birləşir yerdə nə Bəli. qalır? C6H7O2. Bunlar da O-lar qalıb ancaq. Bunun bu hissəsində bax. Bunun Hı hı. OH-dan bunun hidrogeni birləşmişdilər. Burada qalır oksigen, oksigen, oksigen. Burada nə qaldı? Bunun OH-ı gedirdi NO2-si. NO2, NO2, NO2. Всё. Üzərinə gəlsin. CH3. Bu nədir? Bu Bəli. selluloza nitratı. Gördün, selluzanı selluloza nitratı Bəli. alıb birləşmə Mən reaksiyası. bu çoxdur deyə buna sən tam bilmirlər deyə yazılır da elə. Bəli, bəli. Yəni çox ola bilər də bunlar. Bəli. Sonra effləşmə reaksiyasının CH3-ün iştirakı ilə apara bilərəm. CH3COH-ın iştirakı ilə apara bilərəm. Sonra bir də yadda saxla ki, bu sellulozadan nə alınır? Sellulozadan ipək də almaq olur. Pambığın falan tərkibində olur deyə, məsələn, viskoz ipəyi deyirlər ki, viskoz ipəyini almaq üçün istifadə olunur və sellulozadan. Bunun qələm məfhumuna təsir edirlər tərkibinə. Hı Oradan hı. karbon sulfidlə başlayırlar təsir göstərməyə. Oradan nazik sap şəklində duru sulfat məhluluna keçirilir belə çox nazik şəkildə. Bəli. Oradan sellulozaya qədər başlayır hidroliz olunmağa və selluloza saplarından viskoz ipəyi istehsal olunur qalan selluloza saplarından. Bəs tətbiqləri bunların hardadır? Qlikozadan bax tibbdə müalicə məqsədinə istifadə oluna bilər. Toxuculuqda istifadə oluna bilər. Qənnadı istehsalında, sonra güzgü istehsalında bunlarda istifadə Bəli. olunur. Saxarozadan yenə qənnadıda, sonra şirələrdə, nə bilim dərmanda, balın alınmasında tərkibi şəkərli deyə ancaq o tərkibli şeylərin alınmasına Hı hı. istifadə olunur. Bəli. Nişastadan yenə etil spirtin alınmasında, parçaların nişastalanmasında bunlarda istifadə olunur. Sellulozadan əsasən ketonda, sonra bayaq dedim bax, viskoz ipəyinin alınmasında, pambıq Hı şəklində hı. parça istehsalında, sonra başqa nə istifadə edə bilərik? Etil spirtində bundan da tətbiq sahəsi kimi istifadə olunur. Bəli. Sonra var idi başqa, amma yox, bunları demirəm. Triasetil selluloza, bir də ki, trinitroselluloza. Bunlar onsuz da ki, partlayıcı maddələr kimi bax bu şey trinitro olanlar partlayıcı Bəli. maddələr. Bariz istehsalında istifadə olunur. Asetili selluloza deyəndə isə bundan ultrabənövşənin şüaları keçirən şüşələr var ya, onların Hı hı. alınmasında, sonra yanmayan plyonkaların alınmasında asetat ipəyi deyirlər. Həmin o Bəli. ipəklərin alınmasına istifadə olunur. Oldu bunların tətbiq sahələri. Dərsimiz bu qədər. Başa düşdün Şəbə? Bəli. Onda gəl indi keçək əsas məsələyə. Gözlə amma mütləq atım ki, bunu Bəli. yekunlaşdıraq. Limitsiz olsun.